Salam, hər vaxtınız xeyir. Coğrafiya DİMTEST toplusu üzrə suallara qaldığımız yerdən davam edirik. Sual 111. A və B məntəqələrinin fərqli xüsusiyyətləri. 1. Coğrafi uzunluqları. Bəli, hər ikisi də fərqli uzunluqlarda yerləşdiyi üçün biz biri götürəcəyik. Bu fərqli xüsusiyyətdir. 2. Qütblərdən məsafələri. Qütblərdən məsafələri eynidir. Niyə? Çünki eyni enlikdə yerləşiblər. Ona görə 2-ni götürmürük. 3. İşıqlanma qurşaqları. İşıqlanma qurşaqları eynidir. Niyə? Çünki eyni enlikdə yerləşirlər. Buna görə də işıqlanma qurşaqları da eynidir. 4. Yerli vaxtları. Yerli vaxtları fərqlidir. Niyə? Çünki fərqli uzunluqlarda yerləşiblər. Ona görə 4-ü götürəcəyik. 5. Təzyiq qurşaqları. Təzyiq qurşaqları da eynidir. Yenə eyni enlikdə yerləşdiklərinə görə biz deyəcəyik ki, təzyiq qurşaqları da eynidir. 6. Coğrafi koordinatları. Bəli, coğrafi koordinatları fərqlidir. Niyə? Fərqli uzunluqlarda yerləşirlər. Eyni enlikdə yerləşsələr də uzunluqlar fərqli olduğu üçün deyəcək ki, coğrafi koordinatları da fərqlidir. 6 götürdük. Deməli, 111-də doğru cavablar oldu. 1, 4, 6. 112. Yenə eyni sualdır, fərqli xüsusiyyətləri istəyir. Bir qütblərdən olan məsafə. Baxırıq, A və B fərqli enliklərdə yerləşirlər bu səfər. Ona görə qütblərdən olan məsafələri fərqlidir. Ona görə biri götürəcəyik. 2. İqlim qurşaqları. Bəli, iqlim qurşaqları da fərqlidir, çünki fərqli en dairələrində yerləşirlər. 2-ni də götürürük. 3 saat qurşaqları eynidir. Niyə? Çünki eyni uzunluqda yerləşirlər. Buna görə saat qurşaqları da eynidir. 4. Bakı şəhərindən olan coğrafi uzunluq fərqi. Bakı şəhərindən olan coğrafi uzunluq fərqi də eynidir deyəcəyik. Niyə? Çünki eyni uzunluqda yerləşdikləri üçün Bakı şəhərindən olan coğrafi uzunluq fərqi də eyni olacaq. Ona görə 4-də götürmürük. 5. Təzyiq qurşaqları. Bəli, fərqlidir təzyiq qurşaqları, çünki fərqli enliklərdə yerləşirlər. Ona görə 5-i də götürürük. 6-ya baxaq, coğrafi uzunluqları eynidir, çünki eyni uzunluqda yerləşirlər. 6-nı götürmürük. Deməli, 112-də doğru cavablar oldu. 1, 2, 5. 113. Azərbaycanda 1 yanvar saat 00:30-dur. Aşağıdakı hansı ölkələrdə hələ yeni ili qarşılamağa hazırlaşırlar? Bunun üçün biz hansı ölkələri seçməliyik? Azərbaycandan qərbdə yerləşən ölkələri seçməliyik. Niyə? Çünki qərbdə yerləşən ölkələr özündən şərqdə yerləşən ölkələrdən saatda geridirlər. Ona görə baxırıq, Qazaxıstan Azərbaycandan şərqdə yerləşir. Ona görə götürməyəcəyik. 2. İspaniya. Bəli, İspaniya Azərbaycandan qərbdə yerləşdiyi üçün onlar hələ yeni ili qarşılamayıblar. Qarşılamağa hazırlaşırlar. Ona görə 2-ni götürürük. Böyük Britaniya da Azərbaycandan qərbdə yerləşir. Onlar da hələ yeni ili qarşılamağa hazırlaşırlar. 3-ü də götürürük. 4. Yaponiya. Yaponiya Azərbaycandan şərqdə yerləşir. Yəni, Yaponiyada saat irəlidir. Onu götürmürük. 5. Çində də həmçinin saat irəlidir. Azərbaycandan şərqdə yerləşdiyi üçün xəritədə baxıb görə bilərsiniz bu ölkələri. 6. Kuba. Kuba Azərbaycandan qərbdə yerləşən ölkədir. Ona görə o da həmin ölkədə də yeni ili qarşılamağa hazırlaşırlar. 6-nı da götürəcəyik. 114. Azərbaycanda 31 dekabr saat 22:00-dur. Hansı ölkələrdə yeni ili artıq qarşılayıblar? Təbii ki, bu səfər şərqdə yerləşən ölkələri götürməliyik. Çünki şərqdə yerləşən ölkələr bayaq da dedik, özündən qərbdə yerləşən ölkələrdən saatda irəlidir. 1. Yaponiya. Bəli, Yaponiya Azərbaycandan şərqdə yerləşdiyi üçün biri götürürük. Monqolistan. Monqolistan da Azərbaycandan şərqdə yerləşir. Ona görə 2-ni də götürəcəyik. Türkiyə Azərbaycandan qərbdə yerləşdiyi üçün saatda geridir. Çin. Bəli, Çin Azərbaycandan şərqdə yerləşir. Yeni ili artıq qarşılayıblar. 5. Fransa qərbdə yerləşir, götürmürük. 6. Belarus da həmçinin Azərbaycandan qərbdə yerləşən ölkədir. Ona görə 6-nı da götürməyəcəyik.
Deməli, doğru cavablar oldu 114-də 1, 2, 4. Keçdik 115-ci suala. Qütb gecə və gündüzlərinin müşahidə olunmadığı ölkələri müəyyən edin. Deməli, qütb gecə və gündüzlərinin müşahidə olunması üçün həmin ölkələrin qütb dairələrindən yuxarıda yerləşməsi lazımdır. Yəni, qütb dairələri arasında yerləşən ölkələri biz götürməliyik. Çünki müşahidə olunmadığı deyir. Ona görə biz qütb dairələri arasında yerləşən ölkələri götürəcəyik. 115-də baxırıq 1-ə. İsveçrə. Bəli, İsveçrə qütb dairələrindən aşağıda yerləşdiyi üçün İsveçrəni götürürük. Orada qütb gecə və gündüzləri müşahidə olunmur. Hətta xəritədə də göstərim sizə. Aydın olsun. Baxın. İsveçrə baxın buradadır. Qütb dairəsi isə baxın buradadır şimal qütb dairəsi. Yəni qütb dairəsindən aşağıda yerləşdiyi üçün biz onu götürəcəyik. Çünki burada qütb gecə və gündüzləri müşahidə oluna bilməz. Qütb gecə və gündüzləri şimal qütb dairəsindən, yəni 66,5 dərəcə şimal enliyindən yuxarıda yerləşən ərazilərdə müşahidə edilir. Deməli, İsveçrədə müşahidə olunmur. 2. Rusiyada müşahidə olunur. Baxın, şimal qütb dairəsi Rusiyanın ərazisindən keçir. Yəni, bu hissələrdə müşahidə olunur. Ona görə Rusiyanı götürmürük. 3. Kanada. Kanadada həmçinin qütb dairəsini keçir ərazisindən, onu da göstərək. Baxın, Kanada ölkəsi, qütb dairəsi də budur. Şimal qütb dairəsi 66,5 dərəcəli şimal enliyi keçir ərazisindən, yəni qütb dairəsindən şimalda yerləşən hissələrində qütb gecə və gündüzləri müşahidə oluna bilər. Ona görə Kanadanı da götürmürük. Sonra 4. Yeni Zelandiya. Yeni Zelandiyada müşahidə olunmur. Gəlin onu da göstərək. Bir dəqiqə. Baxın. Yeni Zelandiya. Baxın. Qütb dairəsindən aşağıda yerləşir. Yəni, Cənub qütb dairəsindən aşağı enlikdə yerləşdiyi üçün orada da qütb gecə və gündüzləri müşahidə oluna bilməz. Ona görə Yeni Zelandiyanı da götürürük. 4. ABŞ-da müşahidə olunacaq. Baxın, onu da yenə göstərim. Bir dəqiqə xəritə açım. Baxın, ABŞ-ın bu hissəsində baxın, qütb dairəsi keçir buradan. Yəni, bu hissələrdə müşahidə olunacaq qütb gecə və gündüzləri. Ona görə ABŞ-ı da götürmürük. Keçdik Monqolistana. Monqolistanda qütb dairəsində aşağıda yerləşdiyi üçün onu artıq göstərməyə ehtiyac yoxdur. Orada müşahidə olunmur. 1, 4, 6. Argentinada da müşahidə olunmur. Gəlin yenə göstərək Argentinanı da. Baxın. Baxın, Argentina. Cənub qütb dairəsi buradadır, Argentina buradadır. Deməli, orada da müşahidə olunmur. Argentinanı da götürdük. Finlandiyada isə müşahidə olunur. Onu da yenə göstərək. Göstərək onu da. Baxın. Finlandiyadan da keçir şimal qütb dairəsi. Orada da müşahidə olunur. Monqolistana baxın, bayaq göstərməmişdim. Göstərim hazır fürsət düşmüşkən. Monqolistan da şimal qütb dairəsindən aşağıda yerləşdiyi üçün orada da qütb gecə və gündüzləri müşahidə olunmur. Deməli, belə. 116-ya keçdik. Bu səfər qütb gecə və gündüzlərinin müşahidə olunduğu ölkələri istəyir. 1. İsveç. Yenə göstərək bunu da. İsveçdə müşahidə olunur. Çünki qütb dairəsi keçir ərazisindən. Baxın, İsveç. Şimal qütb dairəsi də buradadır, keçir ərazisindən. Yəni, bu hissələrdə müşahidə olunur. İsveçi götürürük. 1. Argentinada bayaq göstərdiyi müşahidə olunmur. Ona görə kimi götürmürük. 3. İrlandiya. Baxaq, İrlandiyada.
Baxaq, İrlandiya Şimal Qütb dairəsindən aşağıda yerləşdiyinə görə burada da müşahidə olunmur. Ona görə İrlandiyanı da götürmürük. Yeni Zelandiyanı bayaq göstərdik. Burada da müşahidə olunmur, götürməyəcəyik. ABŞ-da müşahidə olunur, bayaq göstərdik, götürürük. Norveçdə də həmçinin müşahidə olunur, götürürük. Onu da göstərək. Baxın, Norveç. Baxın, Qütb dairəsi keçir buradan. Müşahidə olunur. Sonra 7. Uruqvay. Uruqvayda müşahidə olunmur. Onu da göstərək. Cənub Amerikada yerləşir. Uruqvay göstərək onu da. Baxın. Uruqvay, baxın. Gördünüzmü? Cənub Qütb dairəsi buradadır. Buradadır Cənub Qütb dairəsi. Amma Uruqvay buradadır. Yəni burada da qütb gecə və gündüzləri müşahidə olunmur. Amma Finlandiyanı bayaq göstərdik. Finlandiyanı götürəcəyik. Orada müşahidə olunur. Deməli, 116-da cavablar oldu. 1, 5, 6, 8. Keçdik 117-ci suala. 5-ci saat qurşağının orta meridianına aid olan xüsusiyyətlər. 5-ci saat qurşağının orta meridianı tapmaq üçün biz 5-i vurmalıyıq 15 dərəcəyə. 5-də 15-i vuranda edir 75 dərəcə şərq uzunluğu. Yəni 75 dərəcə şərq uzunluğundan danışırıq biz. Yazaq bura. Greenwich meridianından qərbdə yerləşir. Xeyr, Greenwich 0 dərəcəli uzunluqdur. 0 dərəcədən şərqdə yerləşir. Deməli, biri götürmürük. 2. Uzunluğu ekvatordan çoxdur. Uzunluğu ekvatordan çox ola bilməz. Çünki biz bilirik ki, meridianların uzunluğu 20 kilometrdir. Hər birinin uzunluğu bir-birinə bərabərdir. Ekvatorun uzunluğu isə 40.076 kilometrdir. Ona görə uzunluğu ekvatordan çox ola bilməz. İçini götürməyəcək, bizə aid olan xüsusiyyətləri deyir. 21 martda bütün məntəqələrdə yerli vaxt eyni olur. Bəli, bu götürəcəyi, bu doğru ifadədir. 3-ü götürürük. 4. 360 dərəcəlik çevrədir ifadəsi yanlışdır. Çünki 360 dərəcəlik çevrə deyil, 180 dərəcədir uzunluğu. Yarım çevrələrdir. Meridianlar yarım çevrələrdir. Dərəcə ilə uzunluğu 180, kilometr ilə isə 20 kilometr olub, hamısının uzunluğu bir-birinə bərabərdir. 5. Ekvatoru düzbucaq altında kəsir. Bəli, bu düzgündür, götürürük. Bakı ilə arasında yerli vaxt fərqi 1 saat 40 dəqiqədir. Bunu da necə tapdıq? Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir. Həmin uzunluqda 75 dərəcə şərq uzunluğudur. Aradakı fərqi tapırıq. Hər ikisi də şərq uzunluğunda yerləşdiyi üçün çıxırıq. 5, 25. Yerli vaxt fərqini tapmaq üçün 25-i, deməli 25 dərəcə fərqi var. Bu dərəcə fərqini biz saat fərqinə çevirmək üçün 15-ə bölməliyik. Bax, görək düz deyirlər. 1 saat, 10 dərəcəni də dəqiqəyə çevirmək üçün 1 dərəcəmiz 4 dəqiqədir. 10 dərəcəni 4-ə vururuq, o da edir 40 dəqiqə. Bəli, 1 saat 40 dəqiqədir. 6 doğru ifadə olduğu üçün götürürük. Deməli, 117-də doğru cavablar oldu. 3, 5, 6. Keçdik 118-ci suala. Yerin sxemdə verilən vəziyyətinə əsasən doğru fikirləri müəyyən edin, yazaq. Demək, baxırıq, cənub yarımkürəsi günəşə tərəf çevrilib. Yəni, qış gündönümüdür. Biz bilirik ki, qış gündönümü günü cənub yarımkürəsi günəşə tərəf çevrilir. 1. Qış gündönümü günüdür, bəli, və bu tarixdən sonra cənub qütb dairəsində gündüzün uzunluğu qısalır. Bəli, bayaq dedik, qış gündönümü günüdür. Biri götürürük. 2. Danimarkada gecənin uzunluğu Portuqaliyadakından daha qısadır. Xeyr, bu ifadə yanlışdır. Niyə? Əksinə. Biz bilirik ki, qış gündönümü günü Şimal Qütb dairəsində, şimalda yerləşən ərazilərdə qütb gecələri olur. Və qütb gecələrinin uzunluğu qütbə yaxınlaşdıqca daha da artır. Və Danimarkada Portuqaliyadan yuxarı en dairəsində yerləşdiyi üçün orada qütb gecələrinin uzunluğu Portuqaliyadakından daha uzun olacaq. Daha qısa ola bilməz. İçini götürmürük.
3. Şimal qütb dairəsində qütb gündüzüdür ifadəsi yanlışdır, çünki şimal qütb dairəsində qütb gecəsi olacaqdır. 4. Yaz gecə gündüz bərabərliyi günüdür ifadəsi təbii ki yanlışdır, çünki dedik ki qış gün dönümü günüdür. 5. Cənub qütb dairəsində qütb gündüzüdür. Bəli, qış gün dönümü günü cənub qütb dairəsində qütb gündüzü olur. 6. Şimal tropik xəttinə günəş şüalarının günorta vaxtı düşmə bucağı 43 dərəcədir. Gəlin bunu da hesablayaq, baxaq görək düzmü deyirlər. Deməli, maksimum düşmə bucağı olan 90 dərəcədən çıxırıq. Məntəqənin yerləşdiyi coğrafi enlik, baxaq görək şimal tropik xətti. Şimal tropik xətti 23,5 dərəcəlik enlikdədir. Üzərinə də gəlirik günəşin zenitdə olduğu enlik. Günəşin zenitdə olduğu enlikdə 23,5 dərəcəlik cənub enliyidir. Niyə? Çünki qış gün dönümü günüdür. Buradan da hesablasaq 90 çıxılsın 47, o da bərabərdir 43. Bəli, düzdür. Altını da götürürük. 118-də yazaq bura. 119-a keçirik. Yerli və qurşaq vaxtları üst-üstə düşən coğrafi uzunluqları müəyyən edin. Buna bənzər sual daha öncə də eləmişdik. Biz nə demişdik? Yerli və qurşaq vaxtlarının üst-üstə düşməsi üçün həmin uzunluğun 15-ə qalıqsız bölünməsi şərtdir. Baxaq görək. 90 15-ə qalıqsız bölünür. Ona görə 1-i götürəcəyik. Burada yerli və qurşaq vaxtları üst-üstə düşür. 52 qalıqsız bölünmədiyi üçün üst-üstə düşməyəcək, 98 də həmçinin düşməyəcək, amma 105 15-ə qalıqsız bölündüyü üçün orta yerli və qurşaq vaxtı üst-üstə düşəcək, 135-də də həmçinin qurşaq vaxtı ilə yerli vaxt üst-üstə düşəcək. Çünki 15-ə qalıqsız bölünür, 109-da isə düşməyəcək. Deməli 119-a doğru cavablar oldu 1, 4, 5. Bu videonun sonuncu sualına baxaq. Yerli və qurşaq vaxtları yenə bu səfər düşməyəni soruşur. Düşməyəni də tapmaq üçün qalıqlı bölünməsi lazımdır uzunluğun. Bir qalıqsız bölünür götürmürük, amma 52 qalıqlı bölündüyü üçün götürəcəyik. 98-i də həmçinin götürəcəyik. O da qalıqlı bölünür, 105 qalıqsız bölünür, 135 qalıqsız bölünür, amma 119 yazıram, 6 yəni. 2, 3, 6. 120-də doğru cavablar oldu. 2, 3, 6. Belə, bu videoluq bu qədər. Uzun müddətdir ki, tim test toplusu ilə işləmirdik. Güvən test toplusundan da test izahları gələcək. Bir də rəylərdə Cəlil Şirəliyevin coğrafiya test toplusundan da izahlar istəyənlər var. Onlara da davam edəcək. İmkan olduqca mən izahları əlimdən gəldiyi qədər çəkib yerləşdirəcəm. İnşallah ki, bu izahlar sizə faydalı olar. Hər birinizə uğurlar arzu edirəm. Gələn videolarda, gələn test izahlarında görüşmək üzrə.